İnsan deyir, ilahi xəlifə gözündə kimi görürsə, gördüyü insanın şəxsiyyəti Allahın keyfiyyətinə dəlalət eləyər. Çünki heç vaxt ağıl Allahı dərk eləyə bilməz. Heç vaxt insan hissi yaradanı tam-tamına əhatə eləyə bilməz. Yəni, insan varsa nəbi, peyğəmbər, höccətə ehtiyac var. Dedim də, bədən, ağciyər varsa oksigen zərurəti olduğu kimi, insanın mənəviyyatı, ibadəti, dünyadan sonra ahirəti, əməllərinin hesabı, kitabı kimi həqiqətlər varsa, mütləq bir yol göstərənə ehtiyacı var. Bu zərurətdir. Yəni, imamət əslində bəşərin, dünya və ahirətinin islahıdır. Necə islahıdır? Onun vücudunda olan elmlə, onun vücudunda olan əxlaqla. İki şeydir bizim ona itaət edəcəyimiz. Elmi və əxlaqı. Peyğəmbərin də iki sifəti Quran-ı Kərimdə vəsf olunur. Biri, həddindən böyük əxlaq sahibi olması, canım qurban olsun onun əxlaqına. Biri də Allahın ona verdiyi dərin və heç kəsə vermədiyi bir elm səviyyəsi. Və bu iki şey də Peyğəmbərin öz mübarək cümləsi ilə gəlir, keçir Əhl-i Beyt əleyhimussalama. Əhl-i Beyt əleyhimussalamdan biri də İmam Hüseyin əleyhissalamdır. Yəni, bu iki dəyər də Seyyid-i Şühədada mövcuddur. Seyyid-i Şühəda əleyhissalamın şəhadəti yenə bu iki dəyərin ölümü deməkdir, şəhadəti deməkdir. Və bizim əza saxlamağımızın mahiyyəti elə həmin böyük dəyərlərin müdafiəsidir. Allaha və onun Peyğəmbərinə itaət edin. Və ulil əmri minkum, və içinizdən olan əmir sahiblərinizə itaət edin. Ki, bu ayədə Peyğəmbər açıq-aşkar iki məzhəbin də mötəbər kitabları qeyd edir. Açıq-aşkar qeyd edir ki, bu mənim əhl-i beytimdir, başqa heç kim yox. Mən eşidəndə ki, bugün namaz qılan bu ayəni götürür, aparır bir alimə status olaraq verir, əlbəttə bunu qəbul etməyəcəyəm. İçinizdən olan əmir sahibi kimdir? Alimlər. Xeyr, əhl-i beyt əleyhimussalam. Bir dənə bu ayənin təfsirində Peyğəmbərdən hədis yoxdur ki, bu alimlərə şamildir. Alimlər də əhl-i beytə layiq qaldıqca başımızın üstündə yeri var. O ayrı. Amma ayənin ünvanı əhl-i beytdir. Salamullah əleyhim əcməin. Sən ona alim, müftü etdikcə məsələni xüsusilikdən çıxardırsan, ümumiləşdirirsən və dolayı yolla imamətə ziyan vurursan. İmamətə vurulan ziyan nübüvvətə dəyər, nübüvvətə dəyən zərər, tövhidə dəyər, ondan sonra nə din danışaq, nə dünya, nə axirət. Allaha and verək İmam Hüseyin ağamızın o əziyyət çəkdiyi Kərbəla çölündə əhl-i əyalının, balalarının, onun bərabərində olanların şəhadət və müsibətini gördükcə ürəyinə dolan o atəşlərə, o qəmə, kədərə Allaha and verək ki, uca yaradan bizi İmam Hüseyndən ayırmasın. Əslində imamət insanlar üzərində istirar bir məsələdir. Yəni, mütləq olmalıdır. Yəni, belə təsəvvür eləyin. Bədən yaşamaq üçün oksigen lazımdırmı? Lazımdır. İman, Allaha gedən yol yaşamaq üçün imamət lazımdır. Yəni, imaməti aldınsa Allaha gedən yoldan, elə bil insandan oksigeni aldın. Elə ona görə də bu gündədir cəmiyyət, bu gündədir bəşər, acınacaqlı gündədir müsəlman toplusu, üzüzdən iraq, əzizlərinizdən iraq, əzizlərimizdən iraq. Amma məsələyə mühüm, ümumi, bir müsəlman camiyyəsi gözündə baxanda görürsən ki, ey Allah, sənin dediyin, görmək istədiyin iman harda, bizim iman adında təqdim etdiyimiz rəftarlar hara? Tamamilə ayrı-ayrı şeylərdir bunlar. Bəlli olur ki, bizim etdiklərimiz əslində həvai nəfslərimizdir. Orasını-burasını bəziyib halala çatdırmaya çalışmışıq. Orasını-burasını bəziyib, malalayıb, düz ortalığa çıxartmaya çalışmışıq. Amma sənin dediyin dəyərlər məsum höccətlərinin elmində tutuşturanda, bu cədvəl üzərində baxanda,
Allah Teala hamımızı elə o məsum cədvələ uyğun yaşayan bəndələrindən eləsin inşallah. Bəli, hörmətli möminlər, Cabir, Nur-u Aləm, başımızın tacı İmam Muhammed Baqir əleyhisselama bir sual verir. Buyurur ki, لِأَيَّ شَيْءٍ يُحْتَاجُ إِلَى النَّبِيِّ وَالْإِمَامِ Ne üçün insanlar bir peyğəmbərə və bir imam deyilən məsum insana, insanların niyə ehtiyacı var? Doğrudan Allah niyə yaradan da bizim içimizdən bir peyğəmbər də verir? Olmaz peyğəmbərsiz. Elə söz budur ki, olmaz. Bunu başa düşmür insan. Elə deyir ki, olar, niyə olmur? Peyğəmbər olmasa da yaşama olar. Yaşayarsan fani dünyada, fani həyatda, amma Allah razılığına necə çatmaq olur onu bilməzsən. Bəlkə də yaşayarsan, amma bilməzsən ki, Allaha necə çatmaq olar. Onun istəklərini necə əldə eləmək olar. Niyə bu ehtiyac var? Niyə insanların Allah bəndələrindən iman tələb etdikdə, iman gətirməsini istədikdə, niyə insanların imanının içinə bir peyğəmbər, bir imam zərurətini tələb eləyir? Demək istəyir ki, ağılla Allah adına qərar vermək qədər böyük xəta yoxdur. Peyğəmbərlərin insanlar içində olma zərurəti, bu məsələ də çox gözəl bir dərsdir. Baxın, diqqətlə gərək insan etiqadını, əqidəsini çox gözəl dəlillərlə bilmiş olsun. Çox gözəl dəlillərlə bilmiş olsun ki, Peyğəmbər niyə lazımdır mənə? Peyğəmbərə niyə iman gətirməyim tələb olunur? Yəni, olmazmıdır Peyğəmbər olmadan mən özüm elə Allahımı sevim, Allahımı tanıyım, Allahıma dualar edim, yaxşı insan olum. Yəni, Peyğəmbər olmasın, mənim ağlımın qərarları olsun, nəfsimin qərarları olsun. Elə problem burasında da insan başa düşmür ki, Allah mı yoxsa nəfs mi? Bu iki şeyi seçməlisə, ikisindən birini seçməlisə. Hər kim ki öz nəfsini seçib, şəxsi və nəfsi qərarını seçib, mütləq şəkildə xətaya məruz qalıb. Mən ən mədəni təbirlərlə bunu sizə demək istəyirəm, deməyə çalışıram. Peyğəmbərliyin insanlar həyatında olmaz zərurəti, yəni Allahın höccətinin insanların üzərində olan məsum hakimiyyət zərurəti, ağılla Allah adına əhkam kəsməyin böyük haram olmasına görədir. Çünki heç vaxtda ağıl Allahı dərk eləyə bilməz. Heç vaxtı insan hissi yaradanı tam-tamına əhatə eləyə bilməz. Yəni, insan varsa nəbi, peyğəmbər, höccətə ehtiyac var. Çünki heç vaxtı ağıl Allahı dərk eləyə bilməz. Heç vaxtı insan hissi yaradanı tam-tamına əhatə eləyə bilməz. Yəni, insan varsa nəbi, peyğəmbər, höccətə ehtiyac var. Dedim də, bədən, ağciyər varsa oksigen zərurəti olduğu kimi, insanın mənəviyyatı, ibadəti, dünyadan sonra ahirəti, əməllərinin hesabı, kitabı kimi həqiqətlər varsa, mütləq bir yol göstərənə ehtiyacı var. Bu zərurətdir. Ya peyğəmbərlərin elmini açan, onu insanlara təqdim edən, onu şərh edən, onu bəyan edən, bəli, İmam Muhammed Baqir əleyhissalamın ləqəbi onun üçün belədir. Onun da səbəbini demişəm. İndi münasibətən bilməyənlərə bir də deyim, bilənlərə təkrar olsun. Bilirsiniz, Allah Bəni Ümeyyə tayfasına kainat durduqca lənət eləsin. Əziz Peyğəmbərimizin nuru ilə mübarizə, düşmənçilik edə ta ki öz murdar hakimiyyətləri süqut edənə qədər öz işlərindən əl çəkmədilər. İmam Hüseyin əleyhissalamı da onlar öldürdü. Eyni tayfadılar. Allah hamısına lənət eləsin. Lənətlənmiş ağac adlanır.
Lənətlənmiş ağacdır bunlar. Bunların kökünə də lənət, budağına da lənət, nə bilim, kölgəsinə də lənət, onlardan gələn hər şeyə lənət. Onlar din düşməni, Allah düşməni, iman düşmənidir. Onlar hər şeyin düşmənidir. Qoyduq bunları qırağa. Peyğəmbərdən İmam Muhammed Baqir əleyhissalamın dönəminə qədər baş verən ictimai hadisələr və sairlər səbəb oldu ki, Əhl-i Beytin elmi cəmiyyətdən alındı. Elə indiki kimi. Biraz indi başqadır. Əhl-i Beyt elmi harda var? Harda görmüsən? Harda onların qərarları ilə qərar verənlər var? Harda onların son söz məsumundur deyib inanan var? Elhamdülillah bizim inancımız elədir. Bizi sevənlərin də inancı elədir. Qərar elə söz budur da, müdafiə edəcəyimiz məsələ budur. Xaliqin adına söz haqqının sahibidir Seyyid-i Şühəda, şəhid olub. Və biz özümüzə yer tapmırıq. Biz dərdimizi deməyə adam tapmırıq. Biz kimə şikayət eləyək? Biz neçə yerə parçalanaq? Bax, söhbət bunlar. Niyə belə bir ehtiyac var? Mövlam buyurdu ki, لِبَقَاءِ الْعَالَمِ عَلَى سَلَاهِهِ. Bütün aləm və münasibətləri öz səlahında, öz islahında, öz norma həddində qalsın deyə insanlara peyğəmbər və peyğəmbərlərdən sonra imam deyə məsum ilahi insana aparıcıya ehtiyac var. Yəni, əslində imamət bəşərin, aləmin islahıdır. İndi gəlin biraz bu cümləni təhlil eləyək. Nə deyir? Libəqai İslahil aləm ya libəqai salahil aləm. Bir də baxım təbirə. Libəqail aləmi əla salahihi. Aləm öz islah qaydasında qalsın. Gəlin biz aləmə baxaq. Aləm dedikdə dünya. Aləm dedikdə dünyanın içində olanlar. Bunun içində tibbi məsələlər var, ictimai məsələlər var, ibadətlə bağlı məsələlər var, hər bir şey. Bəs biz ilahi höccətin əhəmiyyətini dedikdə, siz elə düşünməyin məsciddə bir molladan danışıram sizə. İmam Hüseyin əleyhissalamın elminin içində olan tibb bölməsi bilgisi ki var, heç bəşərin bundan xəbəri var? 12 məsum imamımızın insanın təbabəti ilə bağlı dediyi cümlələrlə insan yaşasa nə bir həkimə, nə də bir dərmana ehtiyacı olmazmış. Heç bundan xəbərin var. Höccət, yəni insanı əhatə eləyən bütün ehtiyacları təmin eləyən o aparıcı qüvvə. Mənası budur. Aləmin islahı budur. İndi baxın, özünüzlə müqayisə eləyin. Öldürülən imamlarımız, sözləri təhrif olunan məsum imamlarımız, hökmləri unudulan, qərarları, nə bilim, müxtəlif yollarla yozularaq insanlardan uzaqlaşdırılan imamlarımız və imamət olmayan müsəlman cəmiyyət. Gündə bir tərz namaz. Hər Ramazanda yeni göydən düşən maraqlı hökmlər. Hardan gəlib bunlar? Hər həc dönəmində yeni bir bidət. Hər nə qədər ki, bəşər imamın elmindən ayrıdır, islahdan söhbət gedə bilməz. Heç bir islahdan söhbət gedə bilməz. Namaz qılır Allahın istəmədiyi tərzdə. Niyə? Çünki qaynağını düz yerdən almır. Həccə gedir, düz olmayan tərzdə. Mən bunları misalları vururam. İndi bunu düşünün bütün həyat üzrə yaşamaq qaydasına. Yəni, imamət əslində bəşərin dünya və axirətinin islahıdır. Necə islahıdır? Onun vücudunda olan elmlə, onun vücudunda olan əxlaqla. İki şeydir bizim ona itaət edəcəyimiz. Elmi və əxlaqı. Peyğəmbərin də iki sifəti Quran-ı Kərimdə vəsf olunur. Biri, həddindən böyük əxlaq sahibi olması, canım qurban olsun onun əxlaqına.
Biri de Allah'ın ona verdiği derin ve hiç kəsə vermədiyi bir elm səviyyəsi. Və bu iki şey də Peyğəmbərin öz mübarək cümləsiyle gəlir keçir Əhl-i Beyt əleyhimussalama. Əhl-i Beyt əleyhimussalamdan biri de İmam Hüseyin əleyhissalamdır. Yəni bu iki dəyər də Seyyid-i Şühədada mövcuddur. Seyyid-i Şühəda aleyhissalamın şəhadəti yenə bu iki dəyərin ölümü deməkdir, şəhadəti deməkdir. Və bizim əza saxlamağımızın mahiyyəti elə həmin böyük dəyərlərin müdafiəsidir. Biz aciz insanlar deyilik, dəli deyilik, gəlmişik bu 40, 50, 60, 70 yaşımızda ağlayıb başımıza vururuq, qara geyinirik, nə bilim. Biz ağıllı insanlarıq şükür Allaha. Hətta çox ağıllı insanlarıq dünya əhlinə baxanda. Başqalarına baxanda deyə bilmərəm, amma bu məsələni, Kərbəlanı dərk etməyən insanlarla müqayisədə həmd olsun Allaha, biz çox ağıllı insanlarıq. Onlar gəlsin bizim ağlımızdan hələ bəhrələnsin. Sən hələ başa düşə bilmirsən ki, İmam Hüseyin əleyhissalam kimdir, əzasının mahiyyəti nədir? Deməli, sən ağlın, IQ səviyyən o deyil. Allah səni hidayət eləsin, necə deyərlər? Belə, imam və peyğəmbər, yəni ilahi bir hüccətin insanlar üzərində olan zərurəti, dedik ki, bütün aləmin islahı üçün vacibdir və bu islah üçün ehtiyacdır. Həm dünya, həm axirət. Həm dünyanın içindəkilər, həm axirətin içindəkilər. Hamısı cəmləşir Əhl-i Beyt əleyhimussalamın elm və əxlaqında. Yəni imamətdir əslində bizi xilas eləyən ən mühüm dəyər. Zalikə ənəlləhə əzzə və cəl yərfəul əzabə ən əhlil ərz. Peyğəmbərlik və imamətin nurunun səbəbindən Allah yer üzündən və onun əhlindən əzabı götürür. Allah peyğəmbərlərin və məsum hüccətlərinin özü və elmi yaşadıqca, cümləsi yaşadıqca onların üstündən əzabı götürür. İza kana fiha nəbiyyun ov imamun. Əgər insanların aparan bir təmiz peyğəmbəri varsa, əgər insanın, müminin qəlbində nur və məsum imamət varsa, bəli, Allah o insandan və cəmiyyətdən də əzabın götürər. Necə ki, ayədə belə buyurur. Mübarək Ənfal surəsinin 44-cü ayəsi. Bismillahirrahmanirrahim. Və ma kanəllahu liyuəzzibəhum və əntə fihim. Peyğəmbər, sən nə qədər ki bu insanların içindəsən, Allah insanlara əzab verməz. İndi Peyğəmbərin vücudu gedib bizim nə günahımız var? Peyğəmbərlə həm zaman yaşamamışıq. Deməli, burada Peyğəmbərin vücudundan çox məktəbinin, dediyi qərarların, verdiyi sözlərin, hökümlərin yaşaması lazımdır ki, insan ilahi əzaba tuş gəlməsin. Onu indi yaşatmaqda özü bir görevdir, dostlar. Hər zaman demişəm, hər zaman yoxlayın öz içinizdə imanınızı. Birinci, kim deyib sizə Allah necədir? Kim sizə axirətdən xəbər verib? Kim sizə deyib ki, belə olacaq, elə olacaq? Bax, onu deyən insanın kimliyi çox önəmlidir. Dostlar, çünki insan bir şeyi iddia edəndə onun əsası önəmlidir. Əsası önəmlidir, nəyə söykəndiyi, nədən əldə etdiyi önəmlidir. Əziz müminlər, nə qədər ki, Allah buyurur, Peyğəmbər, sən insanlar içindəsən, mən onlara əzab vermərəm. Peyğəmbərimiz imaməti ümmətin üzərində bir başqa yönümdən belə təqdim eləyir. İmam Baqir əleyhissalamın sözünə əsasən. Buyurur ki, qalən nəbiyyü, İslam Peyğəmbəri belə demişdi. Ən-nucumu əmanun li əhlis-səma. Ulduzlar göy əhlinin amanıdır, amma əmin amanlığıdır. Göy əhlində olanlar üçün ulduzlar bir əmin amanlıqdır. Da necə bilmirəm, hələ göyə çıxmamışıq heç birimiz. Oradakılara bu necə əmin amanlıqdır? Çox güman ki, yolmu tapırlar,
Çox güman ki, bürclər mi dəyişir, ünsürlər mi dəyişir, bilmirəm. Onu bilmirəm, amma səmada olan varlıqların əmin əmanlılığı ulduzların o nurundan və işığındandır. Peyğəmbər deyir, necə səma əhli üçün ulduzlar əmin amanlıq göstəricisidir və əhl-i beyti əmanun li əhlil ərz və mənim əhl-i beytim də yer üzündə olan insanların əmin amanlıq məcrasıdır. Yəni, kim onlara qulaq assa, dünyada da xoşbəxt olar, axirətdə də. İndi niyə onlara qulaq asdıqca çətindir? Çünki onları bilən, sayan, söz verən, haqq verən yoxdur. Azdır. Tanımır cəmiyyət. O hala düşüb ki, tanımır. Nə qədər gedin özünüz görəcəksən, o qədər namaz qılan müsəlman, qiblə əhli var, deyirsən 12 imam baxır, üzvə baxır. Tanımır. 12 imam xəbəri yoxdur. Adam başqa yerdən gəlir. Hardan gəlmirsən sən? 12 imamı deyirsən baxır üzvə. Amma harada əyri-üyrü yalançı imamlar var, bir-bir saysız səhər. Filan kəs, filan kəs, filan kəs. Harada müfti var, saysız səhər. Filan müfti, filan müfti. Əl çək kişi, bu dinin nuru var, sən hara gedimsən çıxırsan? Bizə elə gəldi ki, elə imamlarımız qaldı keçmişdə, xeyr, elə indi də var. İndi sözü elmi olmalıdır. Biz çoxdan onların hədislərini tərcümə eləyib balalarımıza təlim tərbiyə keçməliydik. Biz çoxdan bunu eləməliydik. Çoxdan məsum imamların sözlərini danışmalıydıq, deməliydik, hökmlərini yaşatmalıydıq. Ulduzlar söndüyü zaman səma əhli sərgərdan qaldığı kimi əhl-i beytimin elmi və əxlaqı insanların üzərindən gedərsə, insanlar da elə sərgərdan qalacaq. Dinindən, imanından sərgərdan qalacaq. Həqiqətindən bixəbər qalacaq. Seyyid-i Şühədanın şəhadəti bu dəyərlərin müdafiəsidir. Onun üçün əza digər məsum imamlarımızın dilindən çox böyük əcirlə qiymətləndirilib. Peyğəmbər balasının matəmində ağlayan, ağladan, özünü ağlayanlara bənzədən, əlbəttə bunlar hamısı müxlis, təmiz, saf, səmimi olmaq şərti ilə hamısının əcri var. Nəinki o insanların əcdadının və valideynlərinin də əcri var. Evinin və balalarının da əcri var. Çünki insan bilməsə də Allah bilir ki, bu günlərin dərgahında qiyməti nə qədər böyüdür. Hər il biraz çox şeylər dəyir, axır zaman çirkabı dəyir istər-istəməz. Bu məsum böyük məktəbə hər cəhətdən layiq olasan, əziz möminlər. Ahirətə də dünya məhəbbəti üzərində getmək olmaz. İmamətin nuruna da dünya insanların üslub və metodikasında yaxınlaşmaq olmaz. Onların öz mədəniyyəti və öz əxlaqını bilmək lazımdır. Əziz Peyğəmbərimizin sözü ilə davam edirik. Ulduzlar sönsə səma əhli necə yolunu azarsa, əhl-i beytimin elmi və mədəniyyəti və əxlaqı insanlar içində sönərsə, insanlar da Allahından və dinindən elə azarlar. Azdı da. Gör nə günə gəldi düşdü ki, bu insan Əmirül Müminin Mövlamızı gətirdi ən dəyərsiz, ən mürtəd və dinsiz Muaviyə ilə bərabər tutdular. Bu böyük faciət. Bu böyük faciət. Seyyid-i Şühəda Mövlamızın mübarək başının yeri bəlli deyil. Bilirsinizmi onu qotdu, qardaşlar? Bilirsinizmi? Yoxdur. Hara apardılar, neynədilər? Qəbrində deyil ki. Deyirlər İmam Səccadağa gətirdi, qoydu, xeyr. Deyil. Hara apardılar? Gör nə hala düşdü bu dünya. Gör ki, insan nə hala düşə bilir. Bunları özümüz üçün ibrət götürək deyə deyirəm. Biz gedib onsuz da o qisası
biz ala bilmərik. Onun sahibi var, Allah zühurun təcil eləsin. Elə bu məclis də qisasdır, onu da biləsiz. Elə bu əza da qisasdır. Elə bu matəmi saxlamağı özü də onların haqqının bir elmi qisasıdır, mənəvi qisasıdır. İndi qaldı ki, ümumi qisası o sahibi inşallah zühuru təcil olsun inşallah o edəcəkdir. Allah bizi də o yolda sabit qədəm eləsin. Peyğəmbər deyir ki, diqqət eləyin, əhl-i beytim dediyim insanlar ayələrdə Allahın özünə itaəti tələb elədiyi bütün ayələrdə fasiləsiz hüccətinə də itaəti əmr eləyib. Bax, bu incə nöqtədir. Fasiləsiz kəlməsi çox incə nöqtədir. Çünki ortaya başqa fasilələr yaradandan sonra əhəmiyyət itdi. Deyir, biz də İmam Əlini qəbul edirik, amma ortada 3 fasilə var. Bu qəbul deyil ki. Əmirül Müminin Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmə bila fasilə bitişib, ortada heç kim yoxdur. Bunu belə desən düz olar. Allah Rəsulü buyurur, mənim əhl-i beytimin imamət və vilayəti ayənin içində uca yaradanın bəndələrdən özünə itaəti istədiyi qədər bərabərində hüccətinə də itaəti əmr edib. Həmin içinizdən olan əmir sahibləri ayəsi. Bunu tez-tez oxuyun. Bunu tez-tez oxuyun. Ya eyyuhəl-ləzinə amenü. Ey Allaha iman gətirənlər. Ey o insanlar ki, iman gətirmişsiniz, deyirsiniz, Allah sən varsan, dediklərin haqdır, cənnət və cəhənnəm haqdır, hər bir şey. Ey o insanlar, Atiullaha və Rasuləhu sallallahu aleyhi və aleyh. Allaha və onun Peyğəmbərinə itaət edin. Və ulil əmri minkum. Və içinizdən olan əmir sahiblərinizə itaət edin. Ki, bu ayədə Peyğəmbər açıq-aşkar 2 məzhəbin də mötəbər kitabları qeyd edir. Açıq-aşkar qeyd edir ki, bu mənim əhl-i beytimdir, başqa heç kim yox. Mən eşidəndə ki, bugün namaz qılan bu ayəni götürür, aparır bir alimə status olaraq verir, əlbəttə bunu qəbul etməyəcəyəm. İçinizdən olan əmir sahibi kimdir? Alimlər. Xeyr, əhl-i beyt əleyhimussalam. Bir dənə bu ayənin təfsirində Peyğəmbərdən hədis yoxdur ki, bu alimlərə şamildir. Alimlər də əhl-i beytə layiq qaldıqca başımızın üstündə yeri var. O ayrı. Amma ayənin ünvanı əhl-i beytdir. Salamullah aleyhi məcməyin. Sən ona alim müftü etdikcə məsələni xüsusilikdən çıxardırsan, ümumiləşdirirsən və dolayı yolla imamətə ziyan vurursan. İmamətə vurulan ziyan nübüvvətə dəyər, nübüvvətə dəyən zərər, tövhidə dəyər, ondan sonra nə din danışaq, nə dünya, nə axirət. Allah Rəsulü buyurur ki, bax, imamət, itaəti bu qədər Allahın itaətinə yaxın olan bir məsələdir. Humul məsumun, onların hamısı məsumdur. 2 böyük dəlil var, dostlar. Bunu deyirəm, bəlkə də gələcək bəhslərdə deyəcəm. Bunu bu məclisdən hər şeyi unutsaz da söhbətimlə, unudun. Amma bu 2 şeyi imamət haqqında dəlil olaraq saxlayın. Bu 2 dəlil var ki, bunu başqa heç kimə tətbiq eləyə bilməyiblər. Çünki ancaq ona məxsusdur. Bu 2 şey var ki, bunu başqasının adında tətbiq eləmək olmur. Onun biri məsumluqdur. Humul məsumun. Peyğəmbər deyir, onlar məsumdur. Bir adamı zorla necə məsum eləyə bilərsən? Hə? Harun ər-Rəşidi mən necə məsum eləyim? Mənə də görüm. Hə illa orasını fırra, burasını fırra, saqqalını uzat, əbasını düzəld, əmmaməsini düzəld, üzüklərinin sayını artır, nə bilim oradan şəkil çək, buradan. Ki onda şəkil də yox idi. Mən Harun ər-Rəşid deyəndə sən o dövrə getməyə, elə indiki Harun ər-Rəşidləri fikirləş. Mən onu necə məsum deyim? Axı, oturmur əyninə deyil bu söz. Bu söz onun əyninə deyil. Bax, bir özəllik budur. 12 məsum imam,
14 məsum insan adı üzərində məsum, məsum, məsum. Yoxdur başqası. Nə səhabəsi, nə xəlifəsi, nə alimi, nə o birisisi, heç biri. Ancaq 14 insandır. Bir bu özəllikdir ki, başqasını, inanın mənə bu məsumluğun 2% başqasında olsaydı, basıb gözümüzü deşərdilər. Yalançıları özdə imam deyib yol gedənlərin 2% imamlarında məsumluq olsaydı, ey Allah bilir indi neynəmişdilər. Amma biz deyirik ki, 12 imamın 2% nədir? 100%'in tamamı məsumdur. Məsumdur yəni nə? Əl-mutahharun, tertemiz, pampak, vücudları pak, nütfələri pak, bədənləri pak, ruhları pak, niyyətləri pak, hər şeyi pak. Biri ilə düşmənçilik eləyirsə belə məsum imamlar, onu da pak surətdə eləyir, zülmlə eləmir. Hər şey pakdır. Amma biz ola bilər zülm eləyək, biz əsəbləşək, bir dəfə vurmalıydıqsa, 2 dəfə kötək vurmuş olaq. O, onu da eləmir. Onlar elə insanlardır ki, günah eləməzlər. Bax, gözəlliyə bax, özəlliyə bax, günah eləməzlər. Adam da birinin dalıca düşsə, gərək beləsinin dalıca düşə. Günah eləməzlər. Onlardan başqa kimi istəyirsən göstər mənə, günahının birini sən bilirsən, 5'ini də mən sayım qoyun bu ölüvə. Kim istəyirsən? Əgər cəsarətlisən, bu 12 məsum imamdan başqa məsum olan bir adam tapa bilərsən, deyərlər budur meydan, budur meydan. Gəl, təqdim elə mənə. Deyən Hacı Fuad sən 12 imam deyirsən, mən 13-cünü də tapmışam ha. Buyur. La yüzne bu. Günah eləməzlər. İmam Cəfər Sadiq əleyhissalama biri deyər gəldi dedi, demişəm, münasibətən düşdü bu, yadıma deyim. Dedim Mövla sizə anam atam qurban olsun. Biz insanlıqda sadə insanıq. Çalışırıq günah eləməyək, amma bəzən günah beynimizə gəlir, fikrimizə gəlir. Əməlimizə sirayət eləməsə də, qarşısını almağa çalışsaq da, amma beynimizə gəlir. Sual verirəm sizə, siz Əhl-i Beytin heç belə ağlının ucundan da günah keçmir. İnsanıq da, nəfsi var, əsəb var, tamah var, şəhvət var, o var, yorğunluq var, nə bilim nə var. Bunların biri düz olmayanda bir ayağın nəyəsə batır da, heç ağlınızın ucundan da belə günah keçmir. Mövla dedi ki, sən bir sual vereyim, bilərsən mən nə demək istəyirəm. Nədir? Dedi, bugünə qədər nə qədər ayaq yoluna yetimsə? Sayı yoxdur ki. Adam heç sayır ki, 40 yaşına qədər ora nə qədər girib çıxır. Yox. Heç bir dəfə ağlı var, gəlib ki, götürüb bir barmaq atasan ağzıva? Dedi, yox. Niyə? Dedi, o qədər çirkin işdi ki, ağlıma da gəlmir. Dedi, günah biz Əhl-i Beytə ondan da çirkindir. Necə o sənin ağlına gəlmir? Günah da bizim tərtəmiz ruhumuzda elə görsənir. İstər bu balaca günah olsun, istər bu sözdə olsun, əməldə olsun, gözdə olsun, niyyətdə olsun. Adı günahdırsa, o bizim üçün həmən o nəcasət kimidir. Allaha mərifəti bu cürdür. Məsum yəni bu. Məsumluğuna görə öldürdülər İmam Hüseyin əleyhissalamı. Hə, o yana bu yana baxdılar, gördülər ki, yox, bir dənə də Hüseyin İbni Əli olmaq olmur. Səbəbləri buydu, biri buydu. Humul muayyədun, əl-muvaffəqun, əl-musaddədun. Peyğəmbər Əkrəm sifətlərini sayır. Onlardır dini möhkəm edən dəyərlər. Onlardır insanın dini dəyərlərinə müvəffəq edən elm sahibləri. Onlardır kafirin, küfrünün qarşısını alan bilgi, elm, əxlaq sahibləri. Onlardan başqa kim gəlib küfrün qarşısında durub? Əmirül Mömininin Nəhcül Bəlağa kitabında salamullahi aleyhi bir oxuyun. O şura qurulmuşdu. O şura. Deyə bilmirəm də o şura. Qurulmuşdu. Əmirül Müminin salamullahi aleyh girdi içəridə, o buğu vurmalılar hamısı oradaydı. Peyğəmbəri görənlər. Çörəyini yiyib çörəyin qabısını sındıran xainlər.
Oradaydı hamısı. Bir qalxdı dedi ki filan kəs, filan kəs, filan kəs, filan kəs. Hamınız eşitdinizmi məsələn Xeybərdə kim gəldi? Dedi bəli, eşitdik sənsən. Hamınız gördünüzmü məsələn Xəndəkdə necə oldu? Hamınız gördünüzmü filan müharibəsi, filan qəzavəti, filan elmi söhbəti? Kim çıxdı bunların qarşısına? Kim də aldı İslamın bu təhlükəsinin qarşısını, İslama gələn bu təhlükənin qarşısını? Dedilər, hamı dedilər, sən. Hamı deyir, əmələ gələndə çox çətin. Ya Əmirəl-Müminin, sənin nurun o qədər ağırdır ki, onu qəlbi, mayası, zatı təmiz olmayanlar çox çətin məsələ. Əgər Allah günahkar bir insana o dəqiqə cəza vermirsə, onun da səbəbi Allahın hüccətinin vədəsi və elminin icazəsidir. Yəni, orada bir bilgisi var ona görə. Heç vaxt Ruhul Qudus mənim sizə vəsiyyət etdiyim Əhl-i Beyt və imamlarınızdan ayrı deyil. Ruhul Qudus hər zaman onların xidmətindədir. Onlar da ondan ayrı olmaz. Sizə vəsiyyət edib tapşırdığım imamlarınız la yufariqunəl Qur'an və la yufariquhum. Nə Qur'andan onlar kənar bir söz deyərlər, nə Qur'an onlardan kənarını sizə dəvət eləyər. Bütün bunlar hamısı cəmləşər imamətin nurunda. Bu, bugünə həsr olunan imamət haqqında digər bir mübarək Əhl-i Beyt dərsi idi. Və bir də sonda nəticə alaq bu günün söhbətini yavaş-yavaş yekunlaşdıraq. Dedik ki, Seyyid-i Şühəda salamullahi aleyhin şəhadətinin bir neçə nöqtəsini mühüm bilmək lazımdır. Onun birincisi, şəhadətin kimə qarşı olunması. İkincisi, kimlər tərəfindən olunması. Üçüncüsü, səbəb. Dördüncüsü, nəticə. Beşincisi də dövrümüzlə əlaqəsi. Bu məsələləri biz çox, neçə illərdir müzakirə eləyirik. Bu ildə yenə də beyyətimizi təzələyirik. Onsuz Əhl-i Beyt əleyhissalamın dəyəri, müsibəti, həmçinin mövlud sevinci və yaxud Qədirxum sevinci, bunlar həmin gündə olacaq, bitəcək şeylər deyil. Bunlar bizim inancımızdır. Bunlar biz durduqca olacaq. Sadəcə gün təzələnir, tarix təzələnir, bir növ beyyət təzələnir. Onun üçün bu günlərdə mövzunu daha dərindən təhlil eləmək çox önəmlidir. Allah bizi məsum imamlarımızla dünya və axirətdə məşhur eləsin inşallah. Seyyid-i Şühəda Mövlamızın qatillərinə Allah əbədi lənət eləsin.